Urartu hökmdarı 1-ci Rusa Manna torpaqlarını işğal etmək fikrindən əl çəkmirdi. Manna canişinlərindən ikisi onun fitnəsinə uydu və ulusun onun hakimiyyətinə qarşı çıxdı. Assur hökmdarı verdiyi sözə sadiq qalaraq böyük bir qüvvə ilə onların üzərinə yürüş etdi. O, döyüşdə qalib gəldi və Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı. Lakin Mannada daxili çəkişmələr səngimədi. İkinci Sargon yenə Mannaya yürüş etdi. Bu yürüşlərdə onun bir neçə məqsədi var idi. Mannanı Urartu təcavüzündən qorumaq, Mannada Assur dövlətinin mövqeyini möhkəmləndirmək, Mannadan Assur xəzinəsinə xərac göndərilməsini təmin etmək. Ulusunu Assur hökmdarını təmtəraqlə qarşıladı, ona hədiyyələr verib, ordusunu ərzaqla təmin etdi və Urartu təcavüzünə son qoymaq üçün kömək istədi.